Değerli dostlar, değerli müşteriler, İtalterim kombisinin, yoğuşmalı kombisinin təmiri üçün yaxınlaşmışıq. Təmiri, deməli, müştəri kombisində nə baş verir? Sirkulyasiya problemi var. Birinci növbədə nasosda problem görür. İkinci növbədə dəncə tankı tamamilə tıxanılıb, heç sirkulyasiya getmir. Üçüncü növbədə yuma problemləri var. Comtec aparatının və Campo firmasının dərmanına istifadə edərək boiler, kombi və xətlər yulmuş olacaqdır. Burada da kollektora aid olan, yerdə isitmə sisteminə aid olan kollektorlar da görülür. Bundan demək olar ki, mənzildə müştərinin dediyinə görə bir 8 dənə, 10 dənə vardır. Dəyərli dostlar, dəyərli müştərilər, yoğuşmalı kombi. Baxın, evində yoğuşmalı kombisi olan dəyərli müştərilərimiz Omega servis olaraq bizə müraciət edərək kombinizdə, xətlərdə olan problemlərinizi həll etdirə bilərsiniz. İtalterim kombisini xatırladaq ki, kombinin içərisində birinci növbədə çıxan tişləri sizlərə göstərmiş olun. Baxın, istədiyimizdən də artıq tişli sürür. Yuma problemləri həll olunur faktiki olaraq. Yuma işləri Comtec firmasının aparatından və Campo firmasının xüsusi dərmanından istifadə edilir. Belə dəyərli dostlar, dəyərli müştəri kombi təmiri olması üçün Omega servis sizlərin qulluğunuzdadır. Sağ olun.